Salam değerli izleyiciler, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün ben sizlerle çok dadlı, asanlıkla tez bir zamanda hazırlayabileceğiniz plov resepti paylaşıram. Bunun için ben 3 adet kartof götürmüşəm. Halqa doğrayıram. 1 adet soğan götürmüşəm. Böyük boy soğan. Onu da 2 yere bölüb yarım halqa şeklinde doğrayıram. Qazanın içərisinə azacıq duru yağ əlavə edirəm. Üzerinden önceden pişirdiyim sümüklü etleri sümüğünden ayırıram. Qazanın dibindən əlavə edirəm. Ətin də üzerinden yarım halqa şəklində doğradığım soğanları əlim vasitəsilə açıram və hər tərəfinə gələcək formada səpələyirəm. Üzerinden halqa şəklində doğradığım kartofları düzürəm. Üzerinden de önceden pişirdiyim nohutları əlavə edirəm. Siz zövqə görə kökü kubik şəklində doğrayıb əlavə edə bilərsiniz. Ben bu dəfə əlavə etmədim. Üzerinden de önceden 4-5 dəfə yuduğum düyünü əlavə edirəm. Üzerinə duz, istiot, sarı kök əlavə edirəm və ətin suyunu süzüb ətin suyunu əlavə edirəm. Üzerindən də yağ əlavə edib qoyuram. Orta ateşdə qaynasın, bişsin. Bişdikdən sonra qazın xodunu alıram. Aşı dəmə qoyuram. Hardasa 30-40 dəqiqəyə yemeğimiz hazır olur. Çok dadlı, lezzetli, tez bir zamanda hazırlayabileceğiniz plov alınır. Mütləq hazırlayın. Eğer beğenseniz kanalıma abone olmayı unutmayın. Həqiqətən müthiş.